informasiya. Bayaqdan yazmırdınız, mən başdan kimi yazdınız. Heç də olmaz. Yaxşı. İndi demədə görüm. Bu istehsal xüsusiyyətinə görə maddi istehsal var, bir də Qeyri-maddi istehsalı. qeyri-maddi istehsal. Qeyri-maddi istehsala həmçinin deyirlər. Qeyri-təsər... Qeyri-istehsal olur. Həmçinin nələrə aid olur bura? Ora nələr aiddir? Hə. Təhsil, elm, səhiyyə, Aha. Təhsil, elm, yaşa səhiyyə. Aha, düz deyirsən, yaşa, mənzil konular, obyektləri, mənzil konular, onunsa taksi xidməti. bank, turizm, nəqliyyat, eləmi? Bəli. Maddi təsərrüfatı böldük neçə yerə? Maddi təsərrüfat, kənd təsərrüfatı, bir də sənaye. Niyə həyəcanlanmısan sən? Sənaye Nə bilim. təsərrüfatı. Sənaye O mənimsəməyə sehirli səs gəlib ona görə. Sənaye mənimsəməyə görə neçə yerə bölünür? Mənimsəməyə görə əfsanənin söz olmasın. Bir kömək edin, nəyə demək istəyirsiniz? Hasılat, Hə, bir də emal. emal, kənd təsərrüfatı neçə yerə bölünür? Kənd təsərrüfatı, əkinçilik, maldarlıq. Maldarlıq demə, heyvandarlıq denə, bir də Heyvandarlıq. sənayenin növləri var idi. 3 dənə mi? Meşə, metallurgiya, maşın qayırma. 3 dənə Y. Yüngül yeyinti, yanacaq. Bir dənə K. Kimya. Ay sağ ol. İndi demənə görüm. Bax bu kənd təsərrüfatı deyirsən ha dostum. Aha. Heyvandarlıq, bir də əkinçilik. Düzdür? Evet. İnkişaf etmiş ölkələrdə hangisi öndə olacaq? İnkişaf etmiş ölkələrdə heyvandarlıq üstündə, amma istisnalar var. Aha, inkişaf İstisna etmiş ölkələrdə nə üstündür? Onlarda əkinçilik üstündür, amma istisnalar var. Gəl inkişaf etmiş ölkə denə mənə ki, burada əkinçilik üstün olsun. Cənubi Avropa ölkələri. İqlim şəraitini əlaqədar olaraq. Cavabda bu yox. Danimarka. Yaponiya deyilən. Yaponiya deyə bilərik. Ay sağ ol, yaxşı. Amma inkişaf etməkdə olan ölkə denək ki, onlarda heyvandarlıq üstündür. Monqolistan. Monqol olsun. Sonra Ondan Qırğızistan olsun. Tacikistan. Tacikistan olsun. Peru olsun. Əfqanistan olsun. Boliviya olsun. Dağlar olsun da bildin nətər. Bəli, o da şəraitdən asılı. Hə, dağlar oğullarını götürürük, bir də səhraları götürürük ki, bunlar da belədir. İndi Qoyunçuluq olur səhrada. gəl belə eləyək. Maldarlıq var ha dostum. Bəli. Bölünür 2 yerə. Ətlik, südlük, südlü ətlik. Ətlik, südlük, bir də südlü ətlik. Niyə birində ət öndə gəlir, birində süd öndə gəlir? Ətlik, Çünki südlük. biri Aha, denə. ətlik südlükdə ət əsas götürülür, yəni kökəltmədir, ət üçün edirlər. Südlükdə də süd əsas götürülür, süd verən heyvanlar, sort heyvanlar saxlayırlar. Yaxşı, ətlik, südlük nə istiqamətlidir? Ətli nə istiqamətli yoxsa nə istəyir? Hə, əmtəlik, Nə istiqamətli? onu demək istəyirsiniz. Hə, Ətlik, südlük daxili tələbat, istehlakdır. Ay, Südlü sağ ol. əmtəlikdir. Əmtəlikdir. Əmtəl nə deməkdir, abala? Satır da südün, qatığın, pendirin, şorun, bayaq dediklərimiz. İntensivdir yoxsa ekstensivdir? İntensivdir, südlü intensivdir, ətli ekstensivdir. Helal olsun. Aha, ətli südlü isə ekstensivdir. Ətli südlü maldarlıq nə yeyir? Bunlar nə içirlər, nə qidalanırlar? Ətli südlük quru ot yeyir, saman yeyir. Samanı yesin, tamam, O birisi razıyam də səndən. göy ot yeyir, silos yeyir. Yaşıl ot yeyir, silos yeyir. Yaxşı, amma bu dediklərinin heç biri yoxdur. Təbii zona ilə soruşur. O kimdir? Mikrofonu açıqdır, diqqət. Mikrofona diqqət. Mikrofona diqqət. Allah bağışlasın. Bir də sualı mən eşidəmədim, səs Deyirəm qoymadım. ki, ətli südlük hansı təbii zonada olacaq? Hə, təbii zon olaraq ətli südlük olacaq savannalarda, ot olan yerlərdə. Elə bil ki, o otu biçirlər, qurudurlar, heyvana verirlər. Amma südlü ətlik meşələrdə olur, meşə zonasında olur əsasən. Bəs yaxşı, onda ki, sənə riski belə bir sual verim. Hansı yem tələbkarıdır? Yem deyəndə ki, silos südlüyə verilir, amma arpa yemi ətliyə verilir.
Yox, xüsusilə də yəni daha çox yem istəyir. Qida Südlük. tərəfdardır. Bəli, südlü ətlik. Ay sağ ol. Sən olsun, helal olsun qız sənə. Yaxşı. İndi de görüm, dünyada bax bu 40%-ə yaxını paş düşdü, hardasa yarısı əhalisinin. Ətə olan tələbatın donuz ödür, bilirsən? Donuz hara meyl eləyir? Donuz kartova, kartov əkinlərinə meyl Kartov eləyir. əkindən ətrafda Soğundura yoxdur. meyl eləyir. Aha, bu Şəkər da suyunda Aha. bir şeyə mi? Ümumiyyətlə şəhərlərə, yaşayış Şəhər məntəqələrə, ətrafına. şəhər Şəhər ətrafına. Tullantı çox olan yerə qısacası. Yaxşı, bunların heç biri sevindirim sənin cavabda yoxdur. Başqa nə deyə bilərik donuzçuluqla bağlı? Kömək eləyə bilərəm. Aha. Kömək eləyə bilərəm. Hansı ki bunu Bilmirəm. quşçuluğa da aid eləyə bilərəm. Şəkər qamışı, Az yox, kiri görüm sən Allah. şəkər çulunduru. Az Qamış kiri nə? biabır eləmə bizi. Nə çoğundur, nə qalmır. Tu dedin dana donuza dedin. Bax bu saydaladıqların heç biri cavabda yox. Deyirik ki, təbii şəraitdən asılı deyil. Əfsanə vurdu qol oldu. Bu qız qəsdən yeri verdi təranəyə ki o cavab verməsin, özü cavab versin. Bilirsən nədir? Deməli, eşitdin təranə müəllimə nə dedi? Ay müəllim, sualı tuta bilmirəm, nə deyirsiniz? Bilirdim də, təbii şəraitdən asılı deyil, hə. Onu bilirdim. Təbii şəraitdən aslı deyirlər. Yaxşı, amma quşçuluq bundan fərqli olaraq, donuzçuluqdan fərqli olaraq nə zaman yarandı? Eti dövründə. Eti dövründə yarandı. Ətə olan tələbatı ən tez Daha ödəyən tez ödəyir. quşçuluq Quşçuluq. oldu, eləmi? Tamam. Azərbaycanda bunun inkişafına müsbət təsir elədi və geniş yayıldı. Şəkər, ümişli şəkər Yem zavodu, eləmi? yem zavodundan Yaxşı, sonra, bəli. İndi sənə bir dənə qəfildən belə bir sual verəcəm. Bekon donuzçuluğu deyən bir donuzçuluq Yaponiyada. var. Bu səni yanım, amma cavab da yoxdur, sevinmə. Hı, Yaponiyada canım yoxdur. Yox, Çində. Bu Çində səni var. yanım, amma bu da cavabda yox idi. Var, amma cavabda yox idi. Carda. Ged onun yanına, az yox idi. Vietnam. Cənubi Koreyada. Koreyada. Yaxşı. Yaponiya, Çin, Cənubi Koreya. Reski buradan çıxıb desəm ki, Peru, ABŞ. O ABŞ yazmaq istəyirəm, beynim quruyub. O nə tər ABŞ yazmaq? Bir də Çili. Dihi. Balıq. Onlarda nə saniyə. var? Balin. Balin nə da? Balin Balıq olur. olur. Balıq olur. Balinov. Balıq. Balin. Balinovu. Yaxşı. Bir qafıldan soruşsam ki İslandiya, soruşsam ki Norveç, O da balıq. soruşsam ki Balıqçı. Fransa, yaxşı, Balıq yeməli olur. cavab ver, yeməli cavab. Soruşsam ki Çin, soruşsam ki Yaponiya, yeməli cavab. Akvakultur. Bu səni yanıma. Marikultur desən nə gözəl olardı. Marikultur. Akvakultur da ola bilir. İndi yaxşı, dilim olarsan dilim. Akvakulturla marikulturun fərqini answer my question. Marikultur deyim. Hə. Denən. Marikultur okean içərisində, dənizin içərisində düzəldirlər suyunu Düzəldir. saxlama yerlərini. Aferin. Akvakultur Aha. kənarda hovuzlarda edirlər. Suyunu vətəcənlər Düzəldirlər. deyilir. Hə. Yaxşı, tamamilə doğrudur. Bax, indi bu sualıma cavab ver görün mənim. Bax, bu Monqolistan olsun, Qırğızistan olsun, Tacikistan olsun. Hətta maraqlısı buradadır ki, Boliviya olsun. Bunlarda balıqçılıq niyə inkişaf edib? Çox maraqlıdır. Çaylarda, göllərdə olar da, nə olar ki? Bəli, bunlarda, bəli, yadınızda saxlayın, Monqolistanda səhrada çaylar, göllər, aşıb sel olsun, taxıllar, tel-tol olsun. Bunlarda balıqçılıq yoxdur, ay tərənnə mənim. Balıqçılıq nə deyəcək burada? Nə bilim, deyirsiniz, mən də düşünürəm də çayda olar da. Yox, kiri görək, biz bir avırıq. Yaxşı. Deməli, Tərənə müəllimə bir qafıldan bir dənə də belə bir sual verirəm ki, insanlıq dışı olan qaragül qoyunçuluğu. Namibiyada, Namibiyada cavabda yoxdur. Əfqanistan. Özbəkistanda, Yox. Əfqanistanda, Yoxdur. Nigeriyada demişdik. Nigeriya demişdim, dilim olasan dilim mənə gəlir. Deməmişdiniz. Qırğızistan Özbəkistan. demişdik. Aha, yaxşı. Deyək ki, Qırğızistan demərəm, Türkmənistan deyə bilərəm. Türkmənistan, Əfqanistan Özbəkistan. deyərəm, Əfqanistan demişim. Bir də Car deyərəm, Car. Aha. Bildin? Namib, Əfqan, Özbək, Türkmən, Car. Bunlarda qaragül qoyunçusu, körpə quzu dərisi.
Yaxşı, görüm Təranə müəllimə mənə cavab verə biləcəkmi ki, acaba səhralarda necə qoyunçuluq? Səhralarda necə Yunluq yunluq əsli. yunluq ətli Ətlik qoyunçuluq. Hə, qoyunçuluq. Bir də olacaq burada dəvələr. Dəvələr. Bunlar susuzluğa davamlıdır. Eləmi? dözümlüdür. Bəli. Bəli, tamamilə doğrudur. Yaxşı, onda riski Təranə müəllimə bir dənə belə bir sual verəcəm ki, Şinşila harada yerləşir? Şinşila hansı Hə, dövlət? Şinşila. Sualıma diqqətlə qulaq as. Hansı dövlətdə yerləşir? Və bu Çin. dövlət yüngül sənayedə, toxuculuqda Şinşilanın dərisinin payı nə qədərdir? Və ixracında ümumdaxili məhsulda faizini denir. Fərqindəsən də zarafat elədiyimdə. Yəni belə suallar amma zarafat Yəqin ki, olsa o da bəli. deyir Belə dadına sual- vermirəm. Bu sual ondan oldu. Hə. Bəli, bax belə suallar düşə bilər. Yaxşı, biz Şinşila Cənubi Amerikadadır da, Latın Amerikasında, eləmi? Ant dağlarında zadında yaşayır deyəsən. Düzdür? Mən elə bilirəm. Zarafat eləmə, elə sual yoxdur. Hamısı ruhdan düşdülər. Kəndinizə gəlin. Deməli. Sualdan Hə. qabaq riski sual verəcəm deyirsiniz. Beynim bir neçə yerə parçalanır ki, görəsən sual hardan gələcək. Hardan gəlir? Sonra da Hardan gəlir? şişirmə deyirsiniz. Yaxşı. De görüm, at saxlayan ölkələr, atına görə fərqlənən ölkələr. Birinci yer. Qazaxıstandır, İngiltərədir. Birinci yer İngiltərə. İkinci yer. İkinci, elə Ərəb birinci, atları. ikinci Azərbaycan Ərəb var, atları. Qarabağ. Yox, Ərəb Azərbaycan atları. yox. Hə, Ərəb İkinci atları. yer. Türkmən atları. Aha. Hə, sonra indi at yeyənlər qırğızlardır, qazaxlardır falan da bunlar Qazaxlar. yerli. Eləmi? Yaxşı. Ərəb atları çox hündür atlar olur. İngilis atları da elədir, ərəb atları var. Bəli, Hə, elədir. İngilis görməmişəm, ərəb atı görmüşəm. Çox hündür olur. İngilisdə niyə görmür? Şeydə görməmişəm. Kraliçə gedəndə o polislər Onda zadı yoxdur. bilinmir ki, müəllim, at nə boydadır. Mən ərəb atın canını görmüşəm deyə. Öz Həqiqi. atlarımızla onun fərqini görmüşəm. Hə, Bizim at onun ayaqları boydadır. balacadır. Onlar- Bizim atlar o yanda cılız görsənir də, cır kimi. Benim ayaqları boydadır da, bildin nə? Elə bir balassadır. Amma onlar dekorativdirlər də. Bizim atlar daha dözümlüdür. Əzələlidir bizim atlar. Yaxşı. Deməli, sonra bu sektorlar dedik, təsərrüfatı dedik. Hə. İndi kənd təsərrüfatından danışırıq da biz. Gəl sənə bir-iki dənə sürətli suallar verim, sən də cavab ver mənə. De görüm, dünyada taxıl əkinləri çoxdur, yoxsa çəltik əkinləri? Taxıl bərabərdilər. Əkindən söhbət gedir. Hə, əkin taxıl Çox Taxıl çoxdur. çoxdur bərabər. taxıl çoxdur. Şey, Aha. deyəcəm Yığımları, özüm, məhsul hə. yığımı. Yığımları Məhsul yığımı. bərabərdir. Bərabərdir. Çəltik niyə gəlir buna çatır az olmasına rağmen? Çünki əkin çəltik 2 dəfə, 3 dəfə ildə məhsul götürülür. məhsul götür 2 dəfə, 3 dəfə. Dayandırmasan 4-5 gedərsən. Yaxşı, amma satışda taxılın coğrafiyası genişdir yoxsa çəltiyin Taxıl, coğrafiyası? genişdir? taxıl genişdir. Taxılın coğrafiyası daha genişdir, tamamilə doğrudur. Çünki tələbat çoxdur. Çəltiyin Bəli. coğrafiyası niyə geri qalır taxıldan acaba? Çünki əsasən Aha. əkilən sahələr istifadə eləyir, onlar yeyir, amma bununla yanaşı Ərəbistandır, Ərəb ölkələridir, Polşadır, sonra Belçikadır, ABŞ-dır, Birləşmiş Ərəb Əmirliyidir. Bunlar da çəltiyini eynirlər, alırlar. alırlar. Sən mənə əkinçilik sahəsi denə ki, etinin başı üçün deyil ona təsir eləsin. Elə çəltik. Elə çəltik, şu. Bütün sahələrə demək olar ki, təsir eləyib. Pambıq var, pambıq yığan kombayn var, taxıl var, taxıl yığan kombayn var, çay Bəli, var, çay çəltik yığan yığan makina var. Amma çəltiyə texnika, texnologiya heç zad eləyənmir. Ən çox əmək tutumlu çəltikdir məhz. Düzdür? Bəli, Yaxşı. əllə yığılır. Deməli, bəli, tamamilə doğrudur. Gəl indi sən mənim bu sualıma cavab ver. Şəkər çuğunduru, şəkər qamışı. Tamam mı? Aha. Bunların hər ikisini əkir. Çin, bir də ABŞ. Aferin. Yaxşı, gəl bir risk belə bir sual verim sənə. ABŞ, Yaponiya desəm nə deyərsən? ABŞ-la Yaponiya Kömək edirəm sənə, polimerlər kimyası deyirəm. Polimerlər kimyası kömək elədim. Kimyəvi, lif, kimyəvi lif. Əlatsız qalsan cavab tapanməsən, Çini də əlavə elə qorxma cinən. Yaxşı.
Yaxşı, bəs dostum, de görüm, şəkər çuğunduru inkişaf etmiş ölkələrdə yoxsa inkişaf etməkdə olan ölkələrdə? Şəkər çuğunduru inkişaf etmiş ölkələrdədir, soyuq yerlərdədir. Əsasən Tropiklərdədir yoxsa daxili mülayimdədir? bazar. Mülayimdir. Mülayimdədir. Daxili soyuq yerlərdə deyəndə Norveç, İsveç, Finlandiya yazmayacaqsan da. Almaniya, Bəli, Polşa, mülayim. Belarus, Aha. Ukrayna, Rusiya, Kanada, eləmi? Bunları Bəli. yaz. İspaniyanı da yaz, qorxma edin. Qazaxıstandır. Aha. Ay, sağ ol. Yaxşı, şəkər qamışı hara meyl edir? Şəkər qamışı isti yerlərdədir, tropik qurşaqdadır da. İnkişaf O da etməkdə olan ölkələrdədir. inkişaf etməkdə olan ölkələr satırlar ən çox. Xammal kimi, Xarici xaricdə bazar burada. üçün. Bəli. Belə deyək də, şəkərin əsasını çuğundur verir yoxsa qamış verir dünyada? Əsasını çuğundurdur. Ya, qamışdır. Qamış. Qamışdır. Sən satırlar, hə. Çuğundur versəydi taniyə satırdılar bunlar. Və niyə alırdılar? Bildin nətər? Bax elə yadında saxla. Çuğundur Hə. versəydi xeyir ola qamış satılırdı. Başa düşdün? Bax, öz-özə belə qəribə suallar verir. Yaxşı, bəs dostum, de mənə görüm. Çayın vətəni haradır? Yaşıl çayın vətəni. Yaşıl çay vətəni Çindir. Ay, malades. Amma ən çox çay ixrac eləyir Çinlə yanaşı. Hindistan, Onun Şri Lanka. yanındakı Şri Lanka. İndi duxun Sonra çat mən bu sualıma cavab Gürcüstanda da versən. var. Duxun Aha. Kenyada da var, Tanzaniyada da Kenya, var, Tanzaniyada Türkiyədə də var, var. bəli. Məni yetləndirsən. İndi duxun çatıb bu sualıma cavab versən, deyəcəm ki, Bakıdan var. Və ən çox çay içən, çay mədəniyyəti, çay kulturu, Və çaydan İngiltərədə səni yanama, ay solmalıdır İngiltərə, əhsən sənə. Yaxşı. Bəs onda duxun çatacaq, görün, bax buna bir söz deyəsən. Pambıq desəm, katan desəm, bir dənə də cut desəm. Bax, duxun çatar, bunun üçünə də söz deyəsən. pambıqdan ən çox istifadə elə Ən nə çox gəlsə lazım deyil. düzəldən Üçünə, bax, Özbəkistanla Bitkilər ABŞ. deyirik. bax, gör nə istəyirəm. Üçünə də bir güllə vur. Lifli Hə, bitkidir. lifli bitkilər. Amma Mən ayrı cutdan bitkilər. fərqli olaraq pambıq, katan həm də Yağlı. Yağlıdır. yağlı bitkidir. Ay, sağ ol. İndi cut haqqında bir-iki kəlmə söz denə. Cut nə bitkisidir? Nə Cənub. bitkisidir istəyirdi? Hə, cənubda Evet, olur cənub istəyir. cənub bitkisidir, belə deyirlər də ona. Cənub bitkisidir, lifli bitkidir. Hindistanda, Bangladeşdə olacaq. Bəli. Aydın oldu? Hindistanda, Bangladeşdə olacaq. İndi gəl pambıqla bağlı bir kəlmə də bundan deyək, yazıqdır, qalmasın. Pambıq yarım səhra bitkisidir. aha, tropik, subtropik qurşağın, səhra və yarım yarımçoqlarında əkilir. pambıq əkiləndə deyir ki, məni Əkiləndə suya, yetişəndə Var, istiyə meyillidir. var. Yetişəndə deyir mənə isti quru iqlim lazımdır, isti və quru Aha. iqlim lazımdır. Pambıq təmizləmə meyl elədi. Pambıq təmizləmə, pambıq yığılan yerə. Ona nə deyirəm? Xammal sözünü tapıb Xammala. deyəmirəm da. Eləmi? Hə, xammal. Xammala tapıram. meyl eləyir. Pambıq parça iri şəhərlərə, biri Bakıdır. Bəli, Bizdəkindən. biri Mingəçevirdir, biri də Gəncədir. Gəncədir, bir də Mingəçevir. Amma mən sənə bir qafıldan belə soruşsam ki, Bakı denə, Gəncə denə, Mingəçevir əvəzinə Sumqayıt denə. İyim. İES-in İEM-i istilik elektrik mərkəzi deyəcəksən. Tamamilə doğrudur qız. Yaxşı, bir qafıldan səndən soruşsam ki, görüm duxun çatacaq. Bax, bir var yun parça. Yun parça. Bir də var pambıq parça. Tamam mı? Pambıq parça. Bəli. Yun parçanı qısaca olaraq 3 dənə hərfli söz denə mənə. 3 dənə hərfli söz. Bəli. Yazılışı 3 hərf ola bilər, deyilişi çox ola bilər. Aynen. Tapmaca değişti. Açıkla. Bu tapmacadan sən onu mən İnkişaf etmiş ölkələrdə. Hə. Gözünə güllə dəyini. Amma pambıq parçana nətər yerdə deyəcəyik? İnkişaf etməkdə olan Etməkdə olan ölkələr. ölkələr. İndi duxun çatır bunu denə. Buna cavab verəmədim, biabırçılıq. Həm pambıq, həm də yun parçası olan. Bir dəqiqə. ABŞ demişdik. Yox, əsla. Elə söz. Rusya. Rusiya. Hə, Rusiya demişdik. Əfsanə etsək heç nə. Mən gedirəm əfsanə. Qal sonra. Rusiya. Rusiya. Az qız bir damcı yemək yeyib, bütün onu həzmə verdiniz, sən əsəbdən, nervidən ona. Bir qoy başqası desin onu. Yaxşı. Deməli, Rusiya oldu. Ay Təranə müəllimə.
Bəli. Gəl onda bir qafıl növbəti suala keçək. Deyirik ki, ikinci çörək də adlandırırlar bunu. Hətta Kartof. deyirlər bu sönüyor ama kartof. Görürəm qəşəng cavab verirsən. Duxun cavab çatırsa buna cavab ver. Kartof satan, Qıtığı qalmadı. kartof satan ölkələr hansılardır? Mülayim qurşaqda. Polşadır, Aha. Ukraynadır, Polşa, bəli. Ukrayna, bəli. Bunların heç bir cavabda yoxdur. Aha. Rusiya, Qazaxıstan. Rusiya, Qazaxıstan, aha, Qazaxıstan. Qazaxıstan mən vallahi yalan deyərəm. Hə, yalandan deyirsən də bəlkə də olar. Hə. Sonra Mülayimdə yerləşir də, niyə içmir ki? Ay, Fransa əkər, bax Fransa. Aha. Bildin ABŞ da əkər. Əkər, niyə mi ki? Bəli. Yaxşı, gördün buna qəşəng cavab verdin. İştaha gəlib növbəti bir dənə bura şey yazıram. Amac yazıram. Amacıma çatmaq üçün. Ne diyorum? Ne? Qarğıdalı. Amerika, Meksika, Argentina, Car. Qarğı dağlı. Tərəndə mənim deyir ki, elə bir crossword yazır. Vallahi Abi- elə belə. ABŞ, Meksika, Argentina, Car. Bunlar nə olacaq? Qarğı dağlı Qarğıdalı. olacaq. Amma buna duxun çatacaq. Çünki bu xırda sualdır. Duxu demişkən, nəsə sual verəcəkdim. Hə, amma o xırda Qızıl gül yağından soruşuruz. Ayşo, bəli, qızıl gül yağı, Şəki Zaqatala deyirsən, eləmi? Bəli, bir də Kenya deyirik. Kenya deyirsən, Tanzaniya. bunların heç bir zadı yox. Tanzaniya. Tanzaniya, bu səni yanıma, Tanzaniya yaxşıdır. Yaxşı, belə bilənsən cavab ver görüm mənə riski. Bolqarıstan Qaçacaq desəm, Efiopiya desəm, hətta Tanzaniya desəm, dırnağın içində Şirvan desəm. Göndəri. Bəli, amma Şirvanda suyunu göndər, eləmi? Yaxşı. Bax, bilirsən Venezuela var ha, Venezuela. Bu məsələn indi bilmirik də. Bizdə yoldaşlar var, məsələn gülçülüklə zatla məşğuldurlar da. Venezuela'dan gül alırıq biz. Ona Belə- görə o qiymətlidir. Vallahi adam belə həqiqətən xəcalət çəksən. Nöhtər bu boyda Azərbaycanın yenidən Venezuela'dan sən dur get gül al. Balaca cıppılı Hollandiyadan get gül al. Bax, belə hər şey al. Gec olur da. Hə, nəyə get olur da? Biz niyə istehsal elə? Kimin qızından kəmik ki? Hə, düz. Yox, Hə. elə qədər gecsi olsa da gör nə qədər yol gəlir. Elə onu özümüz eləsək daha yaxşı olur, Hə. sərfəli olur. Bilir yəqin. Bacarmırıq da biz bacarmırıq. Bacarmırıq yox, maraqlı deyirik. Neftdən pul gəlir. Deyirəm ki, Hı. bu nefti Allah Taala bu millətə çox görsün, həqiqətən. Qutarsın bu. Bu ölkə inkişaf eləsin. Bildin? Bir 50 ildən sonra inkişaf eləyəcək. 50 il özümüzü ancaq gələcəyik. Digər sahələr yaddan çıxır. Oradan şişirdilmiş şəkildə Holland sindromu. Müəllim, neftin qiyməti düşəndə yadınızda deyil, cəmaatı nə günə qoydular. Hə. Daxili istehsal yoxdur da. Hə. Daxili istehsal yoxdur. Çox maraqlıdır. Nəysə. Deməli sonra növbəti bir sualı gəl belə verim sənə. Deyim ki, avala. Deyim görüm nə sual verim sənə. Əsas məsələlərdən biri. Kakao qəhvə söhbəti. Aha. De görüm. Kakaonun vətəni Kakaonun Efiopiyadır. vətəni haradır? Bax, Efiopiyanın Kafa şəhərində. bax. İndi Efiopiyanın Kahva şəhəri qəhvə Ha, sözünə qəhvədir də. Kakao dedin Ay mən axı. kakao soruşursunuz, bilmədim. Mən elə qəhvə dağılma, elə bildim onu soruşursunuz. Hə, kakaonun vətəni Braziliyadır, Nə amma ən çox Nə yaxşı əkir. səs yazdı de. Nə yaxşı bu gün neçənci dəqiqədir sənə bu? 1 saat 38-ci dəqiqədə yox. Ay mən səhv eşitdim də. İndi o nətər sübut eləyə bilərsiniz? Mən sən səhv eşitmədin. Sən ağzında dedin ki, kakaonun vətəni. Hə, olar. Onu amma qəhvə nəzərdə tutub demişəm də insanam, mexaniki səhv eləyə bilərəm. İndi düzün deyirəm də burada nə var ki? Kakaonun vətəni Braziliyadır, amma ən çox əkir Qərbi Afrika ölkələri. Qanadır, sonra Togodur. Katyu vardı. Aha. Sonra amma qəhvənin vətəni Efiopiyadır, Efiopiyanın Kafa şəhəri. Amma ən Bəli, çox satır Braziliya. Ay sağ ol. Ən çox satırlar. Braziliyada özü kimə satırdı qəhvəni? ABŞ-a. ABŞ-a satar da. İndi bax bu Afrikanın deyirdim ki, qərb tərəfidir, Afrikanın şərq tərəfidir. Bəli, qərbdə qı deyil, Kakaolar, qırğını kakaodur, tutmaq, şərqdə də tərəflər qəhvə olur. bəli.
Ay sağ ol, əhsən, yaxşı. Tamam. Bir də Duxun Çatır buna cavab verir. Deyim, hə, nəsə iş görmüsən, bax. Jen Çin bitkisi insan orqanizminə İnsana oxşuyur, bəli. bənzəyənlər. Çox şeyə xeyri var, nə bilim, nə belə şeylər. Bu hardadır? Rusiyada. Rusiyanın Çin'de. Rusiyanın Çində. Çin'de, Çin'de. Rusiyanın Çindədir. Yaxşı, nəysə. Bu da belə. Bu da belə. Sonra Avstraliya qoyunu kəsir, ətini satır. İxrac Kimə? eləyir. Kimə? Bilmirəm, kimə? Ərəb ölkələrinə. Ətini hara ixrac edir bilmirəm, dərisini, yununu İngiltərəyə verir. İngiltərəyə inkişaf etmiş ölkələrə. Bilin. Hı. Yaxşı mı? Yadında saxla. Pambıqdan danışırdın, nəsə? De görüm, Bəli. bu pambığa görə əsas 2 dənə mərkəz var. Özbəkistandan ABŞ. Özbəkistandan ABŞ. Ay, sağ ol. Özbəkistanda son illərdə əkin sahələri artdı. Təqribən 92-93-dən sonra. Nəyin əkin sahələri? Ay, sağ ol. Özbəkistan alternativ- pambığı əvvəldən onlarda ixtisaslaşmış sahədir. Hı. Amma son dövrlərdə bostan bitkilərini bilirəm, onlar çox əkir. Yok, alternatif seçim dedik. Alternatif değer pambığın Ne? yerini Ne? taxılar gitti. Taxıl Taxıl. əkdi. Taxıl. Hə, bilirsən niyə? Dağılandan sonra böyle. Sovet dağılandan sonra gördülər ki, hə, bütün yer taxıldı. Pambıq. Camaat Pambıq. acından ləğv elə. Bəs bizdə o alternativ seçim edib şəkər çuğundurunu harda əkdilər? Naxçıvanda. Naxçıvanda. Bir də. Amma Ceyrançolda da Kazak əkdilər. zonasında. Kazak Gəncə. Ceyrançol deyirdi həmişə qış otlağı. Bizim zonada da əkirlər, müəllim, şəkər çuğunduru. Hə, Qarabağda da əkdilər də. Hə. Qarabağda da əkdilər. Yaxşı, yaxşı. Tamam. Sonra başqa nə qaldı buradan heyvandarlıqla zatla bağlı soruşacağım. Arı soruşmadıq, arın denə. Arı dağlıq ərazilərdə olur da, dağda gül Dağlıq çiçək olan yerdə, subal çəmənliklərində, ab çəmənliyində. İsveçrəni zadı, Avstriyanı zadı, Fransanı, İtaliyanı de getsin, Boliviyanı de getsin. Qırğızstanı de getsin, Türkiyəni de getsin, yaxşı, qorxma. Azərbaycan dağlarını deyim getsin. Xəzləri hardadır bəs? Xəzdəridə soyuq yerlərdədir. O xəzdə heyvanların yaşadığı yerdə, Rusiyadır, Kanadadır, Norveçdir, İsveçdir. Ay, əhsən, yaxşı. Tamam. Məncə. Amma gəl bir iki dənə də şey soruşum. Amma bunu gələn dərsdə yarısını soruşum da, hə? Nə tərs Elə- istəyirsən? Çünki bir yığın şeylər qaldı, da, nəqliyyat satı qaldı, oralara girmədik. Bir iki dənə də söz soruşum, buna da cavab ver. Əl çəkim. Bax, investisiya nə deməkdir? Gəlir əldə etmək üçün yatırılan pul. Qoyulan pul. Ay, bu investisiyadır. Bir var səhim, bir də var istiqraz. Hər ikisi nədir? Hər ikisi investisiya vasitəsidir. Bax, istiqraz nədir? O da istiqraz odur ki, kağızdır, alırsan, borc sənədidir. Borc sənədidir, alırsan. Deyib tapdım. Bəs səhim nədir? Səhmdə elə bir ki, şirkətə sən bir pay alırsan şirkətdən. Olursan, mülkiyyətçi olursan. Mülkiyyət sənədidir. Aha. Hansı artıb azala bilmir? İstiqraz artıb azalmır, səhim artıb azalır. Ay, bunu qısa özət edək. Bəsimizdir bu. Bəs şey denə mənə, kredit denə, bir də leasing denə. İndi suallarıma cavab ver. Kredit pul şəklində verilir. Aha, bax, mən sual verim, sən cavab ver. Buyurun. Hansında girov istəyir, Kreditdə, amma zamin istəmir, leasingdə, leasingdə. Amma pul şəklində görə bilirsən, kredit, kreditdə, uzun müddətli icarədir, leasing. leasing. Yaxşı, de görüm Duxun çatırsa buna cavab ver. Bax, bir ərazidə iş görmək istəyirəm. Həm pambıq əkmək istəyirəm, həm taxıl əkmək istəyirəm. Qərara gəldim ki, taxıl əkim. Alternativ seçim olur pambıq. Yox, çox eləyirsən. Qərara gəldim, bax, sualıma diqqətlə qulaq asın. Qərara gəldim ki, taxıl əkim. Burada pambıq nə adlanır? Pambıq alternativ seçimdir. Alternatif değer. Əkməmişəm axı, nətər seçdim mən bunu? Hə, Əkməmişəm. alternativ dəyər. taxıl əkmişəm. Pambığın ehtiyatda qalan o zadın, proqramın dəyəri alternativ dəyər. İndi bu taxıl 2-3 il əkdim, sonra vaz keçdim bir hissəsindən.
Bax, bu Aha. göyərmiş yerə Oldu alternativ seçim. bu oldu alternativ seçim. Bu pambığa xərclər çəkdim. Son hədd yox. Xərc. Yəni nə deyirdik? Düz deyirsən. Son Son xərc. Son hədd xərc. Ondan götürülən gəlirdə son Baxdım hədd bir fayda. 5 manat pul qazandım. Son hədd fayda. Son hədd fayda. Ay sağ ol. Maya dəyər nədir? Məhsulun vahidinin Hı. elə bir ki, ərsəyə gəlməsinə çəkilən xərc. Gəl belə o Bütün cümləni belə xərclər deyim. daxildir ona. Aşağı qədər çəkdiyim xərcin hamısı maya dəyər. Olar elə. Bəli. Ay sağ ol. Yaxşı, yaxşı, yaxşı. Məncə bəs eləyər. O kombinatdır, falandır, təmərküzləşmədir. Bunları da gələn dərs soruşarıq. Olarmı?